O qədər rast gəlirəm ki, bizə müraciət edən insanlardan, ətrafımızdan, tanışlarımızdan, ümumiyyətlə cəmiyyətdən antidepressant istifadəsi hər keçən gün dəhşətli bir sürətlə artır. Bunlar antidepressantlardan istifadə edərək yaxşı olacağına inanan və ya özlərini uyuşduran insanlardır. Mən bunu düşünüb kiçik bir araşdırma apardım və gördüm ki, hazırda dünyada xolesterin əleyhinə dərmanlardan sonra ən çox satılan dərmanlar depressiya əleyhinə olanlardır. Gözəl insanlar, bir daha araşdırın, oxuyun, öyrənin, maariflənin. Antidepressantların zərərlərini bu videoya sığdıra bilmərəm. Amma bu qədərini deyim, qəribə səslənəcək. Sadəcə bilin ki, antidepressantlar ən böyük depressiya səbəblərindəndir. Yəni, özləri depressiya əmələ gətirən vasitələrdir. İkincisi, beyinə dəhşətli dərəcədə və qalıcı zərər verirlər. Baxın, bu beyin antidepressanta möhtac beyin deyil. O beyin çox şeylər edə biləcək. Hətta insanları antidepressant adı altında zəhərləyən beyin də o beyindir. Mənfiyə də istifadə etmək olar, müsbətə də istifadə etmək olar, ya da bəzilərində olduğu kimi istifadə etməmək də olar. Antidepressantların başqa bir mənfi cəhəti asılılıq əmələ gətirməsidir. Bir növ kiçik dozalı narkotik vasitələr kimi. Ən böyük tələlərdən biri də bilirsiniz nədir? Deyir həkim, siz Allah yuxu gətirməsin. Həkim də deyir ki, narahat olmayın, bunun dozası aşağıdır. O aşağı olanın nəyin dozası olduğu ilə heç kim maraqlanmır. Halbuki aşağı dozalı zəhər içməklə yuxarı dozalı zəhər içmək arasında prinsipcə nə fərq var ki? Antidepressantlar gənclərdə intihar riskini artırır. 80% insanlarda cinsi disfunksiyaya səbəb olur. Allergiya, qan təzyiqi, hallusinasiya, təşviş və s. əmələ gətirir. Hamilə qadınlar qəbul edəndə uşaqların autizm olma ehtimalı yüksəlir. İnsana o boyda iradə verilib, bunu yox saymaq olmaz. Antidepressant nə deməkdir? Sən iradə ilə heç eləyə bilməzsən, sən iradəni ancaq elə ona işlət ki, bu antidepressantı hər gün vaxtında qəbul edin. Vəssalam, başqa yerdə sənə iradə lazım deyil. İnsan olur əsəbi, aqressiv, depressiv, sonra bundan xilas olmaq üçün başqa bir yanlış yol seçib dərmana qaçır. Nəticədə olur iradəsindən istifadə edə bilməyən, onu bloklayan, özünü uyuşduran bir asılı. Mən borcum insanlara bu bildiklərimi deməkdir. Özünüzü bu mafiyaya qurban verməyin, asana qaçmayın. Sizi narahat edən nələr varsa üstünə düşün və bir mütəxəssislə, bu işi bildiyini düşündüyünüz, güvəndiyiniz birisi ilə bu məsələni həll etməyə çalışın. Çünki insan dərman qəbul edəcək qədər aciz bir varlıq deyil.